Bəli, indi də həmçinin burada internet pis işləyir deyə. Yəni bu birisi telefonla çəkirəm, burada qəşəng çəkmir. Yəni uşaqlığımızı, keçmişimizi unutmuruq. Bəzilərində bəlkə də bu gülünc gələ bilər. Arabanla, nə bilim, pehin daşıyır, malın şeyini daşıyır, çəkib qoyub bura. Amma ki, sadə olmaq lazımdır. Mən nə bilim, mən bu həyatı sevirəm. Baxmayaraq ki, başqa şəhərdə yaşayıram, başqa dövlətdə qaram. Amma ildə bir dəfə gəlib buraları gəzirəm. Ləzzət aram. Dünən ot bitirdim. Bu günləri nə bilim, yenə gerim ot düşməyə. Oralardakı otlaqlar da elə belə otlaq olmur. O göstərdiyim ağaçlar, meyvələr falanlar elə belə olmur. Bax, onları belə suvarmaq lazımdır. Görürsünüzmü? Arxından çəkmək, suvarmaq. Yəni bunların hamısına baxmaq lazımdır. Otlaqlar, meyvələr olsun deyə bu kübrələri tökmək lazımdır, bu pehinləri. Yəni elə belə olmur. Yalandan indi hər kəs elə bəs deyir ki, ərik satmaq, almaq, əha satdı, bu nədir ki? 1 manat, 2 manat, 3 manat, yox. Bunlar yəni ki, illərin əziyyətləridir. Çəkirlər, axırda satırlar. Bizdə çox yoxdur, satsaq da yəni az satırıq. Deyəlim ki, hər dəfəsində 50 kilo, 100 kilo. Ya da bir dəfə yığanda. Yəni çətindir. 3 il, 5 il, 10 il o ərik ağacına baxmaq lazımdır. Qulluq eləmək lazımdır ki, istər alça ağacı olsun. Bax, bu iydə ağacıdır. Bilmirəm, görülür ya yox. Ha, bu tutdu. Tut ağacı. Mənim bu telefonum biraz pisdir. Üzüllü sayın, hələ ki iPhone-a keçə bilməmişəm. Çalışıram ki, qəşəng çəkim, amma görürəm ki, yox, əsər onu qəşəng çəkə bilmirəm. Üzüllü sayın. Yenə də imkan varsa like qoyun. Gündə də bir video çəkə bilirəm. İstəyirəm çox çəkim. Burada prosta internet yoxdur. Gəlirəm evə, sonra bunlar yəni yüklənir mənim telefonuma. Böyle bu tutları bir köşe çekebilseydim, fokus eləyə tut ağacı bir sözlə. Ne bileyim, çəkəmirəm, üzüllü sayın. Xanımlar və cənablar. Yox, iPhone-a keçmək lazımdır. Hə, bax budur, məsələn. Ay, sağ ol. Yani budur, cəviz ağacıdır. Azərbaycanda qoz deyirlər, burada cəviz deyirlər.